görə. İşğaldan azad edilmiş ərazilər növbəti sakinlərini qarşılayıb. Bugün Xocalı şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti qayıdış reallaşıb. Ailələr Ağdam və Füzulidən yola salınıblar. Bugün Xocalı şəhərinə ümumilikdə 149 nəfər olmaqla 30 ailə qayıtdı. Onlar bundan sonra həyatlarını burada davam etdirəcək, burada oxuyacaq, burada işləyəcəklər. Gələcəklə bağlı arzularını doğma yurtlarında həyata keçirəcəklər. Tam 34 il öncə xalqımıza qarşı elə bax bu dayandığımız, bugün inkişaf mərhələsini keçən, bugün doğma sakinlərini qarşılayan Xocalıda qətliam törədilmişdi. Biz də qürurla, fəxarətlə Xocalı şəhidlərini anırıq və bugün həm də qürurluyuq ki, bugün artıq torpaqlarımız azaddır, abaddır. Bugün Xocalımızın sakinləri də geri dönür. Biz hər birimiz köhnə dədə-baba cığırlarına təzə is salmağa gəlmişik. Allah hamıya düşər eləsin, xeyir versin. Çox ağır keçdi. Şükür Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Cənab prezidentimiz sağ olsun. Onların sayəsində bugünkü günümüz torpağımıza qayıtmışıq. Çox şükür bu günə. Çox şükür bu günə ki, qovuşduq torpaqlara. 11 yaşımda getdim, 45 yaşımda qayıdıram. Yəni xoşbəxtsiniz. Çox. Həddən artıq, yəni həddi hududu yoxdur, çox xoşbəxtəm. Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələri də növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə Hadruta 47 nəfər olmaqla 10 ailə, Qırmızı Bazara isə 91 nəfərlik 20 ailə köçürülüb. Çox gözəl histir, illər uzunudur, başqa yerlərdə yaşayırıq. Düzdür, orada Azərbaycanın bir bölgəsi idi. Ancaq yenə də özümüzü qaçqın sayırdıq. İndi isə şükürlər olsun Allah Teala'ya. Vətən həsrəti ilə keçən məcburi köçkünlük illərində nə qədər çətinliklə üzləşsələr də, onların doğma yurda qayıtmaq ümidləri heç vaxt sönməyib. Artıq həmin ümidlər gerçəyə çevrilib. Uzun illərdən sonra yenidən ata-baba yurduna qayıdıblar. Bundan sonra onlar burada əbədi yaşayacaqlar. Elnur Tofiq, Elmin Sfəndiyarov, İlgün Qəmbərov, AzTV xəbər.